Məndən tez-tez soruşurlar ki, niyə keçmiş partiya yoldaşlarım Əli Kərimlinin həbsi ilə bağlı tamamilə hakimiyyətin mövqeyinə yaxın bir mövqe sərgiləyir. Mən özüm də əvvəllər Əli Kərimli tənqid eləmişəm. Həm AXCP-nin üzvü olanda, həm də AXCP-nin üzvlüyündən çıxandan sonra xüsusilə seçkilərdə iştirakla bağlı onun mövqeyi ilə razılaşmamışam. Ancaq Əli Kərimlini indi ona görə mi həbs ediblər? Təbii ki, yox. Azərbaycanda uzun illərdir vətəndaş cəmiyyətinin, müstəqil medianın və siyasi müxalifətin sıradan çıxarılması prosesi gedir. Hazırda 60-dan çox vətəndaş cəmiyyətinin nümayəndəsi müstəqil jurnalist həbsdədir. Və indi Əli Kərimliyə növbə çatdı. Təbii ki, Əli Kərimli də bu siyasi müxalifətin son qalalarından biridir. Hansı ki, uzun illərdə hakimiyyətlə barışmır, etiraz eləyir, tənqid eləyir və son zamanlarda beynəlxalq miqyasa çıxmağa başladı. Məhz buna görə də onu Rusiya bağlamaq istəyirlər. Niyə Rusiya bağlamaq? Təbii ki, gözdən salmaq üçün. Xarici media müsahibə verən, tez-tez çıxışlar eləyən, məqalələr yazan adamı Rusiya bağlayıb gözdən salmaq istəyirlər. Yəni, hədəf budur. Təbii ki, həm də onu sıradan çıxarmaq istəyirlər. Və məsələ bundadır ki, müxalifəti Rusiya bağlamaq məsələsi birinci dəfə deyil. Hələ 2000-ci illərin əvvəllərində İsa Qəmbərin populyar olduğu vaxtı və Müsavatın 2000-ci ildə parlament seçkilərini faktiki udduğu vaxtı İsa Qəmbəri də Rusiya bağlamağa çalışırdılar. Belə bir propagandası var idi hökumətin. Yeri gəlmişkən o vaxtı AXCP sədrinin müavini olan Asim Mollazadə də bu prosesdə iştirak edir. Sonradan İlqar Məmmədovun özü həbs olunanda hakimiyyət onu Rusiya bağlamağa çalışırdı. O zaman İlham Əliyev şəxsən xarici diplomatlara, beynəlxalq təşkilatların rəhbərlərinə deyirdi ki, siz bunu niyə müdafiə edirsiniz? Bu, Rusiya bağlı adamdır. İsmailli hadisələrini Rusiya təşkil edib, İlqar Məmmədov da bunun təşkilatçısıdır və Rusiya bağlıdır. Bunu o zaman Avropa Şurasının baş katibi olan Yaqlandda açıq səsləndirirdi. Deyirdi ki, İlham Əliyev belədir. Və indi Əli Kərimli haqqında eyni deməli ittihamı səsləndirir. Təbii ki, gözdən salmaq, o cümlədən bu beynəlxalq onun əlaqələrini qırmaq və eyni zamanda onu neytrallaşdırmaq. Məsələ bu. Ona görə də bu keçmiş partiya yoldaşlarıma da məsləhətim budur ki, biraz ehtiyatlı olsunlar. O baxımdan ki, bu indiki dalğa ki var, həbs prosesi, kim öncə bir dəfə həbs olunubsa, sonraki bir həbsdən sığortalanmayıb. Əgər Azərbaycan hökuməti ölkəni mərkəzi Asiyalaşdırmaq istəyirsə, Avropa məkanından, Avropa dəyərlərindən uzaqlaşdırmaq, ailə hakimiyyəti qurublar və bunu illərlə davam etdirmək istəyirlərsə, çalışacaqlar ki, hamını həbs eləsin. Kim az tənqid edir, kim çox tənqid edir, burada baxmırlar. İndi hətta elə adamlar var ki, onları həbs ediblər, onlar ümumiyyətlə heç demək olar ki, hakimiyyəti tənqid eləmirdilər. Ona görə də
biraz yavaş olmaq. Hadisələri düzgün qiymətləndirmək. Kim ki fikirləşir ki, müxalifətin bir cinahı sıradan çıxarılsa, o biri cinahı yuxarı qalxacaq. Bu mümkün deyil. Bu olmayacaq. Necə ki, İlqar Məmmədov həbs olunanda Musavat AXCP yuxarı qalxa bilmədi. Ölkədəki ümumi duruma görə. AXCP sədri də həbs olunandan sonra real yuxarı qalxası deyil. Ona görə də qərəzin də, tənqidin də, fikir ayrılığında bir ölçüsü olmalı.